Sənədsiz evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı problemlər hələ də davam edir. Qeyd etmək istərdim ki, bir çox ailələr öz əmlakları üzərində tam hüquqa malik deyirlər. Bəs maraqlıdır, bu problem necə həll ediləcək? Sənədsiz evlər dedikdə ilk ağla gələn özbaşına tikillər hesab olunur. Söhbət lazımi icazə sənədləri almadan və şəhərsalma tikinti normalarına əməl olunmadan inşa edilən tikillərdən gedir. Həmin tikillər üzərində mülkiyyət və digər hüquqlar qeydiyyata alınmır. Sənədsiz evlərin qeydiyyat məsələsində mütəmadi yeniliklər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli təsdiq olunmuş, 444 nömrəli fərmanla təsdiq olunmuş sənədlərdir ki, bu sənədlər əsasında hansı ki sənədsiz dediyimiz minlərlə vətəndaş öz fərdi yaşayış evlərinə sənəd ala biləcəklər. Həmin sənədlər əsasən Texniki İnventarlaşma Büroları tərəfindən 2001 yanvar ayının 1-nədək tərtib olunmuş texniki pasportlar və həmin texniki pasportlarda fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri göstərdiyi halda həmin fərdi yaşayış evləri və torpaq sahələri üzərində hüquqlar qeydiyyata alınacaq. Sənədsiz tikililərin əksəriyyəti paytaxt Bakının və Abşeron yarımadasının payına düşür. Böyük hissəsi isə Sovet dövründən qalma fərdi yaşayış evləridir. Zamanla belə evlər çıxarışla təmin olunsa da, əmlakların böyük hissəsinə hələ də sənədlər təqdim edilməyib. Səbəb isə onların yerləşdiyi ərazinin torpağının təyinatından bağlıdır. İlk öncə həmin ərazilərdə torpaqların təyinatı dəyişilməli, daha sonra isə üst tikililər çıxarışla təmin oluna bilər. Yaxın gələcəkdə isə digər təyinatlı torpaqların təyinatının dəyişilməsi və yaxud çıxarışı olmayan şəhərin mərkəz və mərkəz yaxın ərazilərində yerləşən yaşayış massivlərindəki fərdi yaşayış evlərinin çıxarışla təmin olunması gözlənilir. Yenilikli binalarda, çıxarış olmayan binalarda xüsusən də vətəndaşlar qeydiyyata düşə bilirlər ki, hər hansısa bir əmlakda vətəndaş qeydiyyata düşə bilməsi üçün həmin əmlakın çıxarış tələb olunur. Faktiki olaraq qeydiyyatсız yaşayan kifayət qədər vətəndaşlar var ki, onların da böyük əksəriyyətin fərdi yaşayış evləri və yaxud yenilikli binalarda mənzillər olsa da, lakin onların çıxarışların olmaması səbəbindən həmin şəxslər öz mənzillərini qeydiyyata düşə bilmirlər. Belə problemlərlə üzləşməmək üçün daşınmaz əmlak alarkən onun təyinatına və qeydiyyatına diqqət yetirmək lazımdır. Həmçinin alqı-satqı müqaviləsi ilə proses notarial qaydada rəsmiləşdirilməlidir. Ələkbər Salih, Zaur Həşimov, Telesəhər.